qızıl bir közəyə bənzər, suyu gəh şirindir, gəh da ki zəhər. Həyatın hər anının hər dadını bildiyimiz kimi, sevincimizi, kədərimizi bildiyimiz kimi, bax bugün də burada olduğumuzun dəyərini çox yaxşı bilirik. Xəzərin sahilindəyik və əzizlərimiz, hər birinizin hər vaxtınız xeyirli, uğurlu olsun. Xəzərin sahilində Xəzər adamı var. Xəzərin sahilində böyüyən dəyərli Bakılı var, əsl Bakılı var və illərdə onun məsləhətləri ilə, illərdə onun söhbətləri ilə özümüzə nəticə çıxardığımız çox gözəl bir insan var. Gözəl anlamı bütün mənalardadır Təvəkkül müəllim. Hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz. Təvəkkül Səlimov, Təvəkkül Şağani, professor, etnoqraf və sözün əsl mənasında tədqiqatçı və bir sıra dəyərli məlumatları arxivləşdirən və tariximizi yaşadan bir insan bugün Xəzərin sahilində, Xəzərin qoynundadır. Minnətdarlığımı bildirirəm və çox sağ olun. Bir daha qeyd edirəm ki, məni dəvət etmişsiniz. Özünüzün çox baxılan bir veriliş illər boyunca davam edir. Buna məni dəvət etdiyinizə görə özümə qarşı hörmət və sayğı sayıram və sizə də elə hər vaxt xoşbəxtlik, telekanala da böyük müvəffəqiyyətlər. Çünki mən təkcə bu verilişə yox, ümumiyyətlə sizin kanalın daimi baxıcılarından biriyəm və cəmaat arasında da mən çox olan adamlardan biriyəm və adamların bu kanala olan münasibətini sizə çatdıraraq demək istəyirəm ki, əməkdaşlarınız doğrudan da çox yüksək səviyyədə işləyir və günün tələblərinə cavab verən verilişlər hazırlayırlar. Və sizə bu yolda, bu işdə yeni uğurlar diləyirəm inşallah. Çox təşəkkür edirəm Təvəkkül müəllim. Təvəkkül müəllim, bu sual sizə mütləq verilməlidir. Yəni, bu münasibəti sizdən mütləq biz eşitməliyik. Təvəkkül müəllim Xəzər adamıdır. Təvəkkül müəllim Azərbaycanın, xüsusən Bakının bütün toponimlərini tədqiq edən, yaşadan, araşdıran bir adamdır. Və bugün o, Bakının ən gözəl dilbər guşəsi olan Xəzərin sahilindədir. Və bugün o, öz mənəvi dəyərini bizim maddi qiymətімizlə qovuşdurur. Bəli, yəni biz bu günləri bir insan olaraq Xəzərin sahillərində yaşamaqla fəxr eləməliyik. Çünki Xəzər dənizi 5 milyon il tarixi olan bir su hövzəsidir. Və bu mənada əgər bu dənizin yaşı bu qədər ölçülürsə, burada yaşayan insanların da dənizlə əlaqəsi, münasibəti həmişə yüksək olmuşdur və dəniz bu ətrafda yaşayan insanların belə demək mümkünsə, bir növ çörək mənbəyinə çevrilmişdir. Çünki balıqçılıq, vətəgəçilik, demək, işi buradakı əhalinin, yəni sahillərdə yaşayan əhalinin ən gözəl peşələrindən, ən ruzuli, bərəkətli peşələrindən biri olmuşdur. Ona görə də hər kəs ki, kim ki, Xəzər ətrafında yaşayırsa, mənə elə gəlir ki, Azərbaycanımızın hər yeri gözəldir, qızıldır. Lakin Xəzər o qızıl üstündə olan bir brilyant qaşdır, almaz qaşdır və bu nöqteyi nəzərdən də burada yaşamağımızdan biz fəxr eləməliyik. Nə gözəl bənzətmə elədiniz. Azərbaycanımız bir qızıldır və Xəzər onun ortasında qaşdır, üzük qaşı. Çox gözəl bənzətmə elədiniz Təvəkkül müəllim. Siz tədqiqatçı alimsiniz, professorsunuz və bütün bu materialları arxivləşdirirsiniz və Xəzərin sahilində olub bütün bunları araşdırıb tarixə gömmək və tarixdə saxlamaq, tarixdə qorumaq, bu sizin uşaqlıq arzunuz idimi, yoxsa yəni bir təsadüf nəticəsində və yaxud da ki, dərsə gedəndə, görəndə ki, hansısa fənni daha yaxşı mənimseyirsiniz, ondan irəli gəlir? Bilirsiniz, Bakıda doğulasan, burada həyat sürəsən, yaşayasan, onu sevməmək olmaz, qeyri-mümkündür. İnsan həmişə ərzaq, yemək, içməkdən öncə suya etiqad edib. Su insanın yaşayışının ən birinci şərtidir. Və burada dənizin sahilində, yenə təkrar çıxmasın söz, yaşayaraq ona münasibət, ona məhəbbət, sevgi bildirmədən
çox çətindir. Elə anadan olduğumuz vaxtda bu qumlu sahillərdə, Xəzərin bu gözəl qumlu sahillərində, sonra istirahət etmək, orada çalışmaq. Sizin özünüz nə zaman qərara gəldiniz ki, çünki bu çox çətin peşədir. Qarış-baqarış el-obamızı gəzmək, qarış-baqarış onları tədqiq eləmək, araşdırmaq, zaman aparan işdir, hövsələ tələb edən işdir. Bu bir xarakterdir həm də, amma xəsiyyətcə biraz çılğın adamsınız. Düz deyirsiniz. Bunu necə bərabər Xəzərin sahilində doğulub böyümək, çılğın olmaq və oturub xırda-xırda hər hansı bir imzaları, hər hansı bir adları, tarixi arxivləşdirib tarixə çevirmək. Fəxriyə xanım, demək, ümumiyyətlə məndə məktəb illərindən elmə, kitaba böyük maraq olub. Bu reallıqdır, bunu mənim müəllimlərim də vaxtı ilə etiraf edirdi. İndi həmyaşlar da, tanıyanlar da. Mənim ümumiyyətlə elmə böyük həvəsim olub və orta məktəbi qutarandan sonra mən 75-ci ildə orta məktəbi qutarmışam. Özü yaxşı oxumuşam, belə demək mümkünsə. Universitetə daxil oldum və universitetdə o ixtisas seçimi, tarixçi olaraq hansı sahənin tədqiqi ilə məşğul olmaq sualı ortaya çıxanda mən mütləq Bakı Abşeronu götürdüm. Çünki mən buranın havası ilə böyümüşəm. Buranın adət-ənənələrini həmişə və hər zaman valideynlərimdən, yaşlı insanlardan, Azərbaycanı gəzə-gəzə, o cümlədən də Xəzərin sahilində yaşaya-yaşaya bunlara meyillənmişəm, bunlara həvəs göstərmişəm. Mənim namizədlik işim, yeri gəlmişən iki cümlə deyim, Əli Bayramımız olması olub, o neftçilər həyatından. Sovetlər dövründə mən yaşamışam, tədqiqatımla da o illərdə başlamışam. Demək, orada Əli Bayramlı haqqında mən elmlər namizədi adı almışam Gürcüstanda. Ondan sonra Bakını götürdüm, Bakı və Abşeronu. Bakı və Abşeronun etnoqrafiyası 19-20-ci əsrin 60-cı illər ərzində böyük bir dövrü əhatə edən bir mərhələdir ki, mən buranın araşdırılması ilə, yəni yenə deyirəm, hər kəsin öz doğulduğu, o kiçik vətən deyilən ərazi onun üçün daha çox əziz olur. Adam var belə bir söz deyir, bəlkə yeridir, deyir ki, valla evimdə olmadan çörək yemək mənə heç ləzzət eləmir. Çünki o qədər insanda xüsusən bizim Azərbaycanda evə, ocağa bağlılıq var ki, o bəzən belə fanatcasına insanda təzahür edir. Ona görə də yəni bu mövzunu, yəni mənim bir kitabım çıxıb, o doktorluq işimdir mənim, adı da belədir. O oxucu üçün bir qədər maraqlı, cəlb edici görünsün deyə adını qoydum Abşeronlular. Və orada bizim Abşeronun 32 kəndinin, əhalisinin təsərrüfat həyatı, məişət həyatı, maddi mədəniyyəti, mənəvi mədəniyyəti, bütün parametrlər üzrə materialların toplanmasını çətinlik demərəm, böyük həvəslə, böyük eşqlə, inanın səmimiyyətimə, mən yalan danışan adam deyirəm, onları mən topladım və bu günləri mənim evimdə kifayət qədər çoxlu arxiv materialları vardır, kifayət qədər. Bizdə bu etnoqrafiya elmdə belədir, çöl materialları deyirlər, arxiv materialları deyirlər və kitab materialları. Bu çöl materialları deyəndə biz il ərzində, hər il müəyyən dövr ərzində ərazini gezir, əhali ilə görüşür, tanış olur, onlardan materialları toplayır və sonra onları deməli sistemləşdirir, bir şəklə salır, bir formaya salır. Təvəkkül müəllim, bu sizin haqqınızda kiçik bir anotasiyadır, sizi tanımayan gənc nəsil üçün. Amma sizi tanıyanlar çox yaxşı bilirlər sizin kim olduğunuzu. Çünki bax, siz çox gözəl bir ifadə işlətdiniz ki, biz evə, ocağa hədsiz bağlıyıq və bizim üçün ev, ocaq ətri, ev, ocaq, ocağın istisi, yeməyi tamamilə fərqli daddır. Və zamanında siz bizim üçün televiziya eksperti olaraq hər zaman ailələr üçün, hər zaman yaranan problemlərdə onun həlli üçün həmişə öz fikirlərinizi bildirmişsiniz. Bu həm də ondan irəli gəlir ki, bayaq siz qeyd elədiniz ki, biz ev, ailə gəzirdik, o məsələləri öyrənirdik. Təvəkkül müəllim, bəlli bir yaşınız var. Neçə yaşınız var?
72 yaşın içindəyəm. Maşallah. Daha heç kəsə deməzsiniz ha. Bir sizdə qaldı, bir məndə qaldı. Heç demək olmaz. Təvəkkül müəllim, baxın, 72 yaş. Düzünə deyirsiniz. Keçib onlar. 72 yaşın içində olan bir dəyərli professorumuz, əsl insan, mehriban, səmimi, olduğu kimi içdən yanan, emosional adamların hər zaman iç dünyası çox təmiz, saf olur. Onun uşaqlığı içində qalır ona görə. Bugün cəmiyyətimizdə müəyyən hadisələr baş verir. Bugün ailə meyarları dəyişir. Bugün hətta ocağa, evə dəyərlər də dəyişir. Bax, bütün bunlara münasibətiniz necədir? Bax, bu yaxınlarda artıq bu da ənənəyə çevrilib. Bu yaxınlarda bir hadisənin şahidi oldum, eşitdim və gördüm həm də. Oğlan evi, qız evi haqqında maraqlanır və onlar bir restoranda elçilik keçirirlər. Bəli. Qız evi təklif edir ki, bir restoranların birini tutaq və elçilik orada baş tutsun. Bunu eşidən oğlanın atası o qızı almaqdan imtina eləyir və düşünür ki, öz qonağını öz evində çağırmayan ailə bizə uyğun deyil. İndi bir sıra proseslər ocaqdan, evdən, ev mühitindən kənarda baş verir. Bu, insanın xarakterinə də təsir eləyir. Sən artıq müəyyən situasiyaları kənardan kənara izləyirsən. Bir misal var, birinə deyirlər ki, niyə indi münasibətlər korlanıb, əvvəl daha möhkəm idi. Adam cavab verir ki, keçmişdə cırıq corabı tikərdilər, indi isə atırlar. Bax, münasibətlər də dəyişib, Təvəkkül müəllim, hər mənada. O ocağın istisinə gələk. Görürsünüz, Fəxriyə xanım, bu yaşlı adamlar, orta yaşlı adamlar və yaşlılar dünənə çox bağlı olurlar. Keçmişə çox bağlı olurlar. O keçmişi yaşatmaq istəyirlər. Nəinki təkcə öz həyatlarında, həmçinin öz ailə həyatında da o keçmişi yaşatmaq istəyirlər. Hətta elmi tədqiqat aparıb görürsən ki, o keçmişin qalığı heç o qədər bir keyfiyyətli bir şey deyildirsə də, lakin yaşlı adamlarda o nostalji hisslər ki deyirlər, elə bir ki, onları sürüyə-sürüyə də olsa dalıyla gətirməyə çalışır. Hə, indi bax, gələk buna. Bu yaxşıdır yoxsa pisdir? Bəlkə elə yeni ənənə daha yaxşıdır. Nə, mən indi onu deyim sizə. Mən yəni ona giriş vermək istədim ki, mən tam müasir ailəyəm. Mənim palım, paltarım, sonra az çox belə əgər ictimaiyyət danışığımı nəsə qəbul edilirsə, o və cəmiyyətə münasibətdə mən müasir insanam. Lakin köhnəliyin elə gözəllikləri var ki, onları qoruyub saxlamaq lazımdır. Orada bir millilik var, bir ənənəsilik var, bir adətlər vardır. Orada yəni söhbət keçmişdən gedirsə, orada belə demək mümkünsə, hər şey var bizdən ötürü. Lakin müasir gənclik, deyərsən ki, ata eşitdi, dedik, bizə belə bir ailə lazımdır. Əlbəttə, o düz hərəkət eləməyib. İndi, yəqin bəlkə də ola bilsin, baxsın, görsün, deyər ki, o mənim işimdir. Təbii, onun işidir. Lakin cəmiyyətə təsir eləyə bilən hər hansı bir xırda hadisə artıq bir kəsin işi deyil. O, ümumun işidir. Məsələn, biz tez-tez indi mətbuatda, televiziyada belə söhbətlərlə razılaşırıq ki, özü xüsusən, məni bir dənə söz var, yandırır məni. Məni yandıran olur ki, xüsusən qızlar, cavan qızlar, orta yaşlı qızlar deyir ki, 21-ci əsrdir, bizə söz azadlığı verib, belə halal xoşun olsun söz azadlığı sənin. Biz səndən başqa şey istəmirik, deyirik ki, elə yaşamaq lazımdır ki, cəmiyyət sənin hərəkətlərini qəbul eləsin. Qayıdır, deyir ki, cəmiyyət qəbul edir, eləsin, eləmir, eləməsin. Başa düşmək istəmir ki, o özü, öz ailəsindən çox cəmiyyətə mənsubdur. Hər bir fərd ailəsindən, qohumlarından daha çox cəmiyyətə mənsubdur. Niyə? Çünki cəmiyyəti ayrı-ayrı fərdlər təşkil edir. Deməli, sən özünün deyilsən. Sən həm də cəmiyyətinsən, özünün olduğun qədər də cəmiyyətinsən. Ona görə də gənclər, bugünkü gənclər addım atanda düşünüb elə irəliyə getməlidirlər ki, ailədə hətta müəyyən bir şeyləri ataya görə, anaya görə, nənəyə görə, babaya görə güzəştə getmək lazımdır. İnsan güzəştə gedəndə, güzəştə gedən adamı
yəni bağışlayan adamı Allah sevər. Baxıram çaya baxırsınız, arada da içirsiniz. Çayımızdan için. Dadı necədir? Valla həladır, bu çayı içirəm ki, enerjim biraz artsın. Mən axı emosional adamam. Ona görə bəzən görürsən emosiyam zəifləyir, onun yerini İncələk. doldurur. Siz çaydan için, biz kısa bir ara verək. Hacı Ceylan çaylarının baş sponsorluğu ilə Xəzərin sahilindən hər birinizi salamlayırıq. Kısa bir aradan sonra buradayıq. Təvəkkül müəllim bizimlədir. Çox maraqlı söhbətimiz var. Kanalı heç bir yerə dəyişməyin. Reklamlarımız bitti. Hacı Ceylan çaylarının baş sponsorluğu ilə sizinləyik əzizlərimiz. Xəzərin sahilindən salamlayıram sizi. Yenicə qoşulan tamaşaçılarımız bugün Xəzərin sahilində Xəzər adamıdır. Xəzərin özünü tədqiq edən, Xəzərin ətrafında hal-hazırda da yaşayan, Xəzərin sahilində doğulub boya başa çatan, əsl Bakılı Təvəkkül Şağani, Təvəkkül Səlimov, professor, etnoqraf, alim Təvəkkül müəllim Xəzərin sahilindədir və uzun zaman biz Təvəkkül müəllimin məsləhətləri ilə, onun iradları ilə, onun emosional, onun bəzən də aqressiv tələbləri ilə böyümüşük. Təvəkkül müəllim hal-hazırda buradadır və Təvəkkül müəllim qaldığımız yerdən davam eləyək. Çünki mənəvi dəyərlər həm də maddi dəyərləri özündə daşıyan ən birinci amildir. Əgər sənin xüsusi xarakterin yoxdursa, əgər sənin qoruma instinktin yoxdursa, sən nə tarixini qoruya bilərsən, nə ailəni qoruya bilərsən, nə vətənini qoruya bilərsən. Birinci növbədə sənin mənəvi dəyərin olmalıdır, xüsusi xarakterin olmalıdır ki, bunun da ən birinci yerində mühafizəkarlıq dayanır. Daha sonra maddi nemətlər artıq onun fonunda öz dəyərini artırır. Bəli. Fəxriyə xanım, bəlkə də bu sualı bir qədər sonra verəcəydiniz, ancaq mən bu içimdə qövr eləyən bir sualdır ki, mən demək istəyirəm. Yəni ona bir cavab qaydasında demək istəyirəm ki, müasir gənclik, axı mən həm də yaşım yol verir bu sözü işlətməyə, bu ifadəni işlətməyə ki, müasir gənclik bəzən öz hərəkətlərində, lap elə maddi durumunda, mənəvi dəyərlərə verdiyi qiymətdə özlərini çox vaxt haqlı sayırlar. Çox vaxt haqlı sayırlar və qabaqçı gənclər, bizim dövrümüzün demək cavanları, gəncləri, böyüklərin dedikləri hər bir sözə Quran ayəsi kimi baxırdıq. Məsələn, bizə deyərdilər ki, görürsən düşən qabağında 3 nəfər, 4 nəfər yaşlı adam dayanır, onların qabağından keçmə, ayıbdır, hörmətsizlikdir, aralaş başqa yoldan gedinə məktəbə. Məktəbə geciksən də deyir, ağsaqqalın qabağından keçmə, o sayğısızlıq sayılır. Bizim Azərbaycan mental dünya görüşündə, hətta bir dəfə mən bir sözü bunu bir kanalda dedim, gördüm, hansısa bir aqressiv bir reaksiya verdi, dedim, sən öz aqression da qal, mən də öz həqiqiliyimdə qalacağım. Hətta böyüklər, yaşlı adamlar, anamız, atamız bəzən, elə anadan atananlar, bəzən bizə elə bir söz deyir ki, görürsən ki, götür-qoy eləyəndə görürsən, anamı ya atamı bir səhvdir də bu sözü dedi. Ancaq sən ona qarşı sıxmamalısan. Bu ümumiyyətlə böyüklüyə qarşı sıxmaqdır. Saxla ürəyində, sən onun düzünü danışarsan. Yoxsa ki, deyək ki, ata, ana yaşlı 60-70 yaşında ana atadır və yaxud da əmi dayıdır və yaxud da digər bir insandır. Onun ola bilsin, təsadüfən, bilmədən, düşünmədən dediyi bir sözə qarşı çıxmaq, bu bizim Azərbaycan mental qaydalarına uyğun deyil. Təvəkkül müəllim, amma tarix boyu hər zaman atalar-oğullar problemi olub, bütün dövrlərdə. Biz o problemi, indi Fəxriyə xanım, mən sözünüzü kəsirəm, söhbət bundadır ki, biz yaşlılar, orta yaşlılar çalışmalıyıq gəncləri elə yola yönəldək ki, bəzən belə tərslik eləyirlər, yaxın düşmək istəmirlər, amma sən dediyi deyil, heç olmasa sabah bir hadisə baş verəndə, məsələ ilə əlaqədə, heç olmasa and içməyə yerimiz olsun ki, ay oğul, ay bala, axı mən zamanında sənə dedim ki, oradan gedməklə, orada dərin quyu var, düşərsən və ölərsən. İndi görürsən, bax, səsin quyudan gəlir. Mən bunu bir ictimailəşdirirəm, ona görə yəni, biz hər birimiz, orta yaşlı insanlar, gənclərə tərbiyə verməkdə, onlara düz yolu aşılamaqda nümunə olmalıyıq. Təkcə dillə yox ha, sözlə yox ha, nümunə olmalıyıq sözün yaxşı mənasında.
Elə bax, sözün bu məqamında, söhbətimizin bu məqamında sizin ailənizdən, ümumiyyətlə ailə başçısı olmaq çox çətin prosesdir. Ondan çətin şey var. Ailəni idarə eləmək çox çətin prosesdir. Bəli. Və hər kəs elə bir məqama çatmalıdır ki, bugün desin ki, nə yaxşı ki, deməsin ki, kaş ki. Təvəkkül Şağani bugün babadır, bugün atadır, bugün sözün əsl mənasında el ağsaqqalıdır. Təvəkkül Şağani bugün dönüb arxaya baxanda özünün keçdiklərindən razıdırmı? Və yaxud başqa nəyi etmək istəyərdi, bugün artıq gecdir? Bilirsiniz, mən bayağı bir söz vurğuladım, bir fikir vurğuladım ki, gənclərin demək, yaşlı insanlara qarşı münasibəti elə olmalıdır ki, yaşlılarda onlara qarşı aqressiya yaranmasın. Yəni, o məni istəmir deyə bir fikir yaranmasın. Məsələn, şəxsən söhbət məndən gedirsə, az çox, başda bir dənə söz var deyir, adam arasına çıxan. Az çox adam arasına çıxan olan insan kimi mən demək istəyirəm ki, mən özüm, belə siz mənə sadəcə olaraq deyir ki, təvəkkül, mən çox sadə adamdır, danışmaq olar, oynar. Təbii belədir. Lakin evdə, tərbiyə məsələlərində, günü bu gündə, tərbiyə məsələlərində mən çox ciddiyəm. Sözün həqiqi mənasında. Bəzən elə qulağıma da gəlib çatır ki, bu kişi belə ağır adamdır, belə danışmaq olmuyor çətinlik. Bilirsən, hər sözün öz yeri var, hər yerin də öz sözü var. Bax, nədədir çətinliyiniz? Hər sözün öz yerini və hər yerin öz sözünü demək individuallıqdır. Hər kəsin öz həqiqəti var. Hər kəs öz həqiqətində haqlıdır. Bəs nədir bunun? Yox, Fəxriyə xanım, hər kəs öz həqiqətində haqlı olmaya bilər. Hər kəs. Məsələn, deyək ki, bizi çəkən bu operator, bu cavan oğlan, heç bilmirəm, evlənib, eləməyib, eşq olsun ona. Bəlkə belə deyək ki, o Təvəkkül müəllimə deyir ki, sən bu məsələdə düz danışmırsan. Mən ona deyirəm ki, sən düz danışmırsan. Axı, bir də obyektiv baxış var. O, onun subyektiv baxışıdır. Bu da mənim fərdi baxışımdır. Ancaq kənardan obyektiv surətdə bunların kimin düz olub olmamasını müəyyənləşdirmək olar. Ona görə də cavanlar ailə qurarkən, öz ocaqlarını yandırarkən mütləq heç nədən asılı olmayaraq böyüklərlə məsləhət eləməlidir. Mən demirəm ki, deyək ki, gecə saat 6-da evə gəlginə, səhər saat 4-də durcuna və s. belə. Amma elə məsələlər var ki, onda gərək ailənin, böyüyün yerini biləsən, dərk eləyəsən. Yoxsa ki, elə nənəm mənə ki, orada deyir, hər gəlib vur dedi, prinsip ilə yaşamaq olmaz axı. Təvəkkül müəllim bugün atadır, Təvəkkül müəllim babadır, Təvəkkül müəllim qardaşdır, Təvəkkül müəllim oğuldur, həyat yoldaşıdır. Bu statusların hər biri gözəl statuslardır, müqəddəs statuslardır. Bunların içində ən şirini, ən gözəli hansı statusdur? Ola mən ikisini deyim. Deyin. Bir oğlumdur, bir qızım. Mən, demək, bizim evdə atamız və anamız evlatları çox istəyirdi. Yaman çox istəyirlər. O zaman da mən müşahidə eləmişəm, indi də yaşımın bu çağında müşahidə edirəm. Görürəm, elə atalar, analar var ki, valla, onların atalıq, analıq eləməyindənsə eləməməyi daha məsrəfdir, daha yaxşıdır. Bilirsiniz, bizə evdə atamız, anamız, biz qardaş bacılara birinci halallığı öyrədiblər. Halallıq. Mən halal ailədə böyümüşəm. Mən kənd ailəsində böyümüşəm. Mən işləmişəm. Səhər qoyun sağımına gedmişəm. Gələndən sonra əlimi, ayağımı təmiz yumaya məktəbə qaçmışam. Oradan gəlib həyəti bazanın təmizliyinə baxmışam. Oradan gedib, nə bilim, qoyun qabağına gedmişəm və ilaxı. Biz halallıqla böyümüşük. Demirəm ki, insanlar əksəriyyəti haramçılıqla, yox. Bəzən insanlar bilmədən də haram işə əl atırlar. Onları müəyyən qədər bağışlamaq mümkündür. Lakin halal ailədə böyülən adam öz ailəsini də o yolla böyütməyə çalışır və səy göstərir. Əlbəttə, zamanın təsiri böyükdür. Zaman təsir edir insanın davranışına, həyat baxışına, münasibətlərinə. Lakin bununla belə, əgər evdə valideyn öz evlatlarına, hətta nəvələrinə
müvafiq, uyğun, cəmiyyətin tələbinə uyğun hərəkətlər öyrədirsə, o yola onu sövq edirsə, bax, o ailə yaxşı ailədir. Elə bu məqamda, bax, sizin o sevginizə köklənərək, biz sizin sevginizin üzərinə daha bir sevgi qatmaq istəyirik. İnşallah. Hazırsınız? Əlbəttə ki. Bizdən təbii ki, xeyir görəcəksiniz. İnşallah, həmişə görmüşəm. Həmişə, bəli, xeyir görmüşsünüz və sizə gözəl bir münasibət yaşadaq. Sən dünyanın hər yanının babasısan. Bizim olduğumuz biz çox şanslıyıq. Baba köylərlə. Ay Allah, baba kim? Baba sən çox məlumatlı babasan. Çox sağ olun, çox sağ olun. Allah sizi var eləsin. Baba səni çox sevirik. Babasına bir Sağ ol. bütün məqsədlərinə nail olmusan. Nail olmuşam. Sizin vasitənizlə. Çox sağ olun, Ayfə Xeyr xanım. Mən 2 dəfə həyatımda daha çox sevinmişəm. 72 ilin içində 2 dəfə daha çox sevinmişəm. Qızımın oğlu, nəvəm dünyaya gələndə az qala mən dəlilik edirdim. Güclə saxlayırdılar məni. O qədər sevinirdim. Və bir də instituta daxil olanda, o mənimlə də oğlan buradadır, idmansıdır özü də, instituta daxil olanda o qədər sevinmişəm ki, onu dillə təsvir edə bilmərəm sizə. Bilirsiniz, siz gərək ana olarsan, ana qədri bilərsən, ata olarsan, ata qədri bilərsən. İndi gör ki, birdən babam səni, axı mənim baba oları eləyib, mənə baba demirdilər, təvəkkülə mi deyirdilər? Bunlar isə mənə baba adını qoydular, mən baba sözünü götürdüm üstümə. Ona görə mən nəvələrim çox istəyirəm. 5-6 dənə vardı, Allah sağ ol, hamısını ki, sağlasın, mənim də 5-6 dənə nəvəm var, elə gəlir. Mənimlə bir şöbə müdiri işləyirdi, institutda, akademiyada, dünyasını dəyişib, Məmməd müəllimdir. Əslən də Naxçıvanlı idi. Mənə də yaman çox istəyirdi. Bir xeyli var vəfat edib. 2 evladı var, oğlu vardı. Deyərdim mənə ki, təbii ki, mən təyinat üzrə akademiyada gəlib işləmişəm. Evlənəndən sonra çalış tez evlən, bu heç. Evlənəndən sonra çalış, heç olmasa 3 dənə evladın olsun. Məmməd müəllimin sözüdür. Məmməd Nəsirli. Elə elə ki, 3-dən az olmasın ha. Dedim ki, Muhammed müəllim, az olanda bəyəm nə olur bəyəm? Əksik gəlir. Dedi, əksik gəlir. Dedim, necə əksik gəlir? Deyir, o 3 övladdan biri səni əvəz edəcək. Biri anasını əvəz edəcək. Bəs bu millətin sayı artmasın, biri də millətçən. Biri də, mən indi, inanın, yaşım elə çağırdı ki, indi bəzən səhv hərəkət edəndə, səhv söz deyəndə mənə bağışdırırlar, deyirlər ki, yaşlı adamdır da, saçlı. Ancaq ailə məsələsində çaşmaq olmaz. Ailədə çaşmaq olmaz. Ölkəni saxlayan ailələrdir. Ailələr nə qədər möhkəm olsa, nə qədər sabit olsa, o dövlət də sabit olur, möhkəm olur. Çünki ailədəki münasibətlər, isti münasibətlər bütövlükdə ölkəyə təsir edir. Ona görə mən bir daha gənclərimizə üzümü tutub deyirəm ki, ailədə möhkəm olun. Bilirsiniz, bəzən bir o çoxlanışı söhbətdir gəlir, deyir, sev al, sev al, sev al. Bu boyda millət hamısını biri bizi sevəməz axı. Hörmət elə həm də. Əgər bir qızı almışsan, o bir ailənin evladıdır, bir ailənin məhnəvi daşıyıcısıdır. Deyirlər ki, Təvəkkül müəllimin yeri gəlmişkən özəlliyi həm də ondadır ki, eyni zamanda kövrəlib, eyni zamanda sevinən bir insan, eyni emosiyanı bir anda yaşaya bilmək Təvəkkül müəllim. Bu da həqiqətən də bir gözəl xüsusiyyətin bariz nümunəsidir. Sən demə, çox kövrəksizmiş. Bilirsiniz, səmimiyyət olanda, yəni mən dediyim sözün içimdə onu yaşayıram. Mən güləndə də elə gülürəm ki, bəzən özümü təəzzüb edirəm, axı, Peyğəmbərimiz buyurub ki, kişi xeylağı bərkdən gülməz. Bəkdən gülməz. Gülmək, bəkdən gülmək. Qadın da bəkdən gülməz. Ancaq qadına bir balaca yeri vardır. Ancaq kişi xeylağı bəkdən gülməz. Kişi güləndə gəlir dişləri görünməsin. Bax, çox maraqlı məqamdayıq. Çaydan bir qurtum için. Kövrəldiniz onsuz da. Biz sizi həm ağlatdıq, həm güldürdük. Yeri gəlmişkən nəvələrinizdən biri deyirdi ki, tarix dərsi deyəndə, baba bizi çox incitmə. Hacı Seylon çayıdır içdiyiniz çay. Yaxşı çaydır, sağ olsun da. Bunu əkən becərən də
araya ərsəyə gətirən də və bu stəkanı doldurub bura çay gətirən də sağ olsunlar. Sağ olun, Və siz də sağ sağ olun ki, verilişlərinizdə Azərbaycanlıların ünsiyyət kontaktında çaydan qiymətli başqa bir şey yoxdur. Bəli, həmişə biz sevinəndə də, kövrələndə də, ağlayanda da, xeyirdə də, şərdə də çay süfrəsində verilir, əyləşirik. bəli. Hacı Seylon çayıdır. Siz də bu çaylardan alın, dəmləyin və kanalı heç bir yerə dəyişməyin. Xəzərin sahilindən verilişini izləyin. Qısa bir aradan sonra buradayıq. Reklamlarımız bitdi. Hacı Seylon çaylarının baş sponsorluğu ilə bax bu gözəl anları, bu gözəl dəqiqələri biz sizə bəxş edirik. Xəzərin sahilindən salamlayırıq siz əzizlərimiz. Və bugün Xəzər adamı bizimlədir, bugün dəniz adamı bizimlədir, bugün elm adamı bizimlədir, bugün ruh adamı bizimlədir. Təvəkkül Şağani, Təvəkkül Səlimov, professor, etnoqraf, alim, ekspert və el ağsaqqalı Təvəkkül müəllim bugün Xəzərin sahilini sözün əsl mənasında cilvələndirir, rövnəqləndirir. Təvəkkül müəllim, qaldığımız yerdən davam eləyək. Çünki həqiqətən də elə məsələlər var ki, biz onlarla o məsələ ilə bağlı günlərlə danışa bilərik, saatlarla danışa bilərik və danışmalıyıq da. Şübhəsiz. Çünki yaşadığımız hər bir an, yaşadığımız hər bir hadisə və hər bir situasiyalar bir insanın, bir fərdin həyat yaşamına şamil olunur. Elə adam var ki, onun şəxsi həyatını gündəmə gətirirsən və elə formada gətirirsən ki, o adam intihara özünü sövq eləyir. Yəni biz bunu yaşadıq və gördük. Bəli. Elə adam var ki, sən onu o intiharın astanasından geri gətirirsən. Ona görə bax sizin dediyiniz bu məsələlərə, sizin dediyiniz bu emosional situasiyalara diqqət eləmək lazımdır. Bəli, hər bir şey ailədən başlayır, fərddən başlayır, ailədən və cəmiyyətdən başlayır. Hətta deyirlər ki, insan ailəsindən çox cəmiyyətinə bənzəyir. Cəmiyyət də ailədən gələn fərdlərin toplusudur. Bu mənada cəmiyyətin də normal olması hər kəsin borcudur. Əgər ailələr normal olarsa, normal dediyimiz milli mənəvi dəyərləri qorumaq, əxlaqlı olmaq, təhsilli olmaq, yəni bəzən ümumiləşdirilmiş sözlər var, amma biz onu daha konkret və xüsusiləşdirək ki, aydın olsun. Bax, belə insanların toplusunda da sağlam və gözəl fərd yetişəcək. Deyirlər, bu dünyada elə yaşamalısan ki, öləndən sonra da yaşayasan. Biz gərək cəmiyyətdə o yaxşı əsər, hökm deyil ki, hər kəs götürüb bir kitab yazsın. Xeyr, o ümumi mahiyyət daşıyır o söz. Təvəkkül müəllim, siz də bir övladsınız və bir övlad olaraq bir ana sığalı görmüş övladsınız. Sevgidən yaranmış bir övladsınız və sizin bugün bəlli yaşınız var və insan yaşad olduqca mütləqdir ki, öz anasının ətrini axtarır. İnsan yaşad olduqca ana nəvazişinin daha çox əskikliyini hiss edir və analı olmaq, analı yaşamaq çox böyük nemətdir. Və bugün Təvəkkül Şağani anasızdır. Bugün Təvəkkül Şağani bir ana sehrini, bugün Təvəkkül Şağani bir ana məhəbbətini, nakam hisslərini yaşayır. O bəzən körpə ana əmziyini axtaran kimi Təvəkkül Şağani onu axtarır. Bilirsiniz Fəxriyə xanım, mən atam dünyasını dəyişəndən sonra biz 8 uşaq olmuşuq bir ailədə. 9 uşaq olmuşuq, biri körpə ikən vəfat edib. Onların yəni böyüdülməsində, boya başa çatdırılmasında anam əsas rol oynayıb. Ananızın ən çox, bax bugün, bu yaşda, bu vaxtda, bu mövqedə ən çox ananızın sizə nəyi unudulmaz? Bax belə hər özünüzə təklənəndə, hər özünüzə qal. Bu bizim etnoqraf alimlərin içərisində məhsuldarlılardan biri mənəm. 40 kitabın müəllifiyəm mən. O kitabların hər birini yazandan sonra gətirirdim, anama verirdim. Anam o yaşdaydı ki, o zamanında Latın əlifbası ilə yazı yazırdı.
zamanında. 26 təvəllüd Latin əlifbası ilə yazırdı. Bizim bu Rus əlifbası, yəni o dövrdə bizim işlətdiyimiz Rus ədəbiyyatı nədir, əlifbasını pis bilirdi. Gəlib verirdim anama, təzə çıxan siqnalli nüsxə deyirlər. Verirdim anama ki, təzə kitabım çıxıb. Təbii ki, anam onun mahiyyətinə varmırdı. Çünki əvvəla yaşlı qadın idi. İkinci, o sahənin adamıdır. Alırdı belə, o yana, bu yana, 2-3 dəfə belə fırlayırdı, qoyurdu yanına. Mən də durub çıxıb yedirdim. Gedirdim, 2 saat. Gedirdisə? Bir həyətin içində, bir evimizdə, onun otağı orada, bizimki burada. Bir həyətin içində yaşayırıq. Durub çıxıb yedirdim. Axşam bir də dolanıb gəlirdim. Yaxud da ki, özü deyirdi ki, Tebiyə düz gəlsin yanıma. Mənə kənddə tebi deyirlər. Bilmirəm nəyə görə, bir təxəllüs kimi. Gəlirdim, hə, nədir bana? Dedi ki, gəl, kitabı apar. Oxudum. Deməli, nə edirdi? Götürürdü bir dənə 100 qramlıq çayı, 2-3 dənə də indi hər evdə karameldən zaddan olur da. 3-4 dənə karameldən zaddan qoyurdu kitabın üstünə. Verirdim mən, dedi, oğlum oxudum, yaxşı kitabdır. Ən böyük mənim rəy verəni, əsərimə münasibət bildirəmi itirmişəm indi. Ondan bu yana çox kitab yazmışam. Daha mənə çağırıb konfet çay verən yoxdur. Kitabı belə saxlayıram, hər dəfə təzə kitab çıxanda belə saxlayırdım, intizar. Dedim, bəlkə anam girdi içəri, heç olmasa öpüb uzaqladı məni. Çayı olmasa da, konfeti olmasa da öpüb uzaqlamağına. İndi onlardan mən məhrumam. İnanın səmimiyyətimə, darıxdığım atam məni anamdan da çox istəyirdi. Çünki mən universitet tutarmışdım. Atam anamdan da mənə çox istəyirdi. Lakin anam bizi ərsəyə gətirdi, çıxartdı. Və onun hər bir sözü, hər bir hərəkəti, münasibəti mənə qarşı, İnanın səmimiyyətimə ki, elə hey istəyirəm ki, qaçım gedim onun yanına. Görüm anamı, çoxdandır görmürəm. Sözün bitdiyi məqamdır. Bəzən elə anlar yaşanır ki, orada sükut hər fikri, hər hissi özündə ehtiva edir. Bəzən analar müəyyən yaşda dünyasını dəyişir. Məsələn, 80-90 yaşında dünyasını dəyişən insan ağlayanda deyirlər ki, elə bir ki, cavan anası ölüb, niyə ağlayır? Amma o insan kimi itirdiyinin fərqindədir. Gənc kimi itirdiyinin fərqində olmur. İnsan yaşa dolduqca itirdiklərinin fərqində olur. Yetimliyi biz bilirsiniz, Fəxriyə xanım, yetimliyi bizim ailə, yəni qardaşlarım, bacılarım, atam dünyasını dəyişəndən sonra anam qaldı. Biz yetimliyi yəni bir o qədər hiss eləmirdik. Biz bir tikə çörək hər evdə vardır. Allah qurban olsun, yetirən Allahdır, dövlətimizdir. Bunlar ruzu bərəkətin yolları budur. Amma o hisslər ki var, o hisslər heç bir şeylə əvəz olunmaz. Anam gedəndə hiss elədim şey, biz yetim qaldıq. Yetim qaldıq. Deyir ki, ana yetimi arsız olar, ata yetimi varsız olar. Anadan yetim qalan arsız insana çevrilir, püştələrə düşər. Cürbəcür boş-boş işlərlə məşğul olar, tam əksəriyyəti. Ata yetimi isə varı dövləti olmaz. Çünki o özünü tutun, gəlir ata insanın dalında dursun, onun madar gəlsin olsun, bir qazanc gəlsin və belə deyək də, ələyən aça bilsin. Ona görə görün nəzər, ana yetimi arsız olar. İkinci yaradıcı qüvvə Allahdan sonra anadır. Təvəkkül müəllim, bax sizin bu məsləhətiniz, sizin bu təvəqqiniz, sizin bu dəyərli, sözün əsl mənasında dəyərli fikirləriniz bundan sonra istənilən insan üçün bir həyat devizi olsun və istənilən insan üçün sözün əsl mənasında bir meyar olsun. Bugün Təvəkkül Şağani atadır. Bugün Təvəkkül Şağani öz övladlarına
kölgə olan qoca çinardır. Nəvələrinin sevgisidir, nəvələrinin istəyidir. Və nə gözəl ki, bax, bugün ata kölgəsinə sığınan övladlarınız var. Bugün evinizdə o isti nəfəs var. Bax, bunun özü də böyük nemətdir ki, siz bax, bunu qoruyub saxlayırsınız. Siz evdə gözləyən nəvələriniz var. Sizi tarix dərsində baba bizi çox incitmə deyən nəvələriniz gözləyir. Biz sizi bu hisslərlə baş-başa qoya bilmirik, Təvəkkül müəllim. Bax, sizin evinizə, sizin ocağınıza biz gözəl bir sovqat göndəririk. Bizə verilən zaman başa çatdı və biz sizlə saatlarla, günlərlə danışa bilərik. Ülvi hisslərin hər zaman ağuşunda insan uşaqlaşır, kövrəkləşir və ən ali hissləri yaşayır. Vəzifəsindən, dilindən, dinindən asılı olmayaraq bu hisslər bəşəri hisslərdir. Bu hisslər canlıya məxsus olan ən ülvi hisslərdir. Və nə gözəl ki, bu hissləri insanlar hələ də yaşayır. Yəni bunu bayaq dedik, yaşamayanlar belə var. Ona görə Təvəkkül müəllim, biz sizə uzun ömür arzu edirik. Hər zaman bizimlə olun, hər zaman yaşayın, yaradın, kitablar yazın və hər zaman dediyim kimi evinizin, ocağınızın üstündən sizin o, necə deyirlər? Deyirlər, evdə deyirlər ki, bək danışma. Səsiniz gəlsin hər zaman, səsiniz gəlsin və bu sovqatı bizdən qəbul eləyin, Təvəkkül müəllim. Çox sağ olun. Biz sizi kövrəltdik. Sağ olun. Əksinə, siz mənim anamın ruhunu bir daha mənə qaytardınız. Biz sizi kövrəltdik, çox sağ olun, üzrlü sayın. minnətdarlığımı bildirəm. Mən Fəxriyə xanım, sizi mən çox istəyirəm, bir televiziya əməkdaşı kimi. Böyük hörmətim vardır sizə qarşı. Çünki siz təkcə televiziya əməkdaşı olaraq yox, həm də bir insan kimi, parlaq bir insan kimi bizləri ki çağırırsınız, o bizə xoş münasibət bəzir. Buna görə mən sizə minnətdarlığımı bilirəm. Hər kəs ki, bura gəlir, siz ondan intervyu götürürsünüz və yaxud da ki, başqa bir şəkildə ondan sorğu-sual edirsiniz. Onların da çox sağ olun. Və bir də bu Seylan çayını mənə vermişsiniz. Hədiyyənin böyüyü kiçiyi olmaz. Heç böyüyü kimi. İnsanın qəlbi böyük olmalıdır. Və onu o qəlblə verəndə, hədiyyə eləyəndə və ya mən bir ehsan sözü dedim, bu da bir ehsandır, bu da bir yaxşılıqdır ki, siz eləyirsiniz ki, buradan gələn insanlar xoş təsiratla burada gəlsin. Və bütün əməkdaşlara çox sağ ol deyirəm. Axırda bir qədər, özümü də kövrətdim, siz də bir qədər mənə qoşuldunuz. Bizə çox xoş oldu. Təvəkkül müəllimi biz illərdir tanıyırıq. Elimizin ağsaqqalı. Sağ olun qızım, çox sağ olun. 20 illik dostumuz var, dostluğumuz var sizlə, Təvəkkül müəllim. Çox sağ olun, minnətdarlığımı bildirəm, var olsun. Həmişə qolluğunuzda varam. O, belə də yaxşı mənada ki, nə istəyirsiniz, hansı verilişdədir söz. Əgər mənim orada yerim görünürsə, gəlməyə tam hazıram. Sağ olun, əzizim, sağ olun. Bax, buradan sizə əzlərimiz, buradan sizə qucaq dolusu bu sevgiləri göndəririk. Hər biriniz sevin, sevilin, hər birinizin gözünüzdəki o kövrəklik sevgidən yaransın, o kövrəklik sevgiyə köklənsin. Hər birinizin doğmalarınız yanınızda olsun və hər biriniz o anın qədrini bilin. Görüşmək ümidi ilə Allah amanında biz sizi sevirik. Qarşılığını umuruq. Sağ olun, sağ olun. Sağ olun, görüşmək ümidi ilə.